Şahin Məmmədov, anesteziolog, reanimatoloq, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri, anesteziolog, reanimatoloq, EKG, anesteziologiya, intensiv terapiya, təcili tibbi yardım, reanimasiya kurslarının təşkilatçısı və təlimçisi Doktor Məmmədov Şahin Nərmanoğlu. Doktor Şahin Məmmədovun təhsili. Şahin Məmmədov 1980-ci il 10 avqust tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1986-cı ildə Şahin Məmmədov Şərur rayon Maxta kəndində orta məktəbə getmişdir. 1992-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüşdür. Bakıda əvvəlcə 57 saylı orta məktəbdə, daha sonra isə 63 saylı orta məktəbdə oxuyub. Orta məktəbdə oxuyarkən kimya üzrə olimpiyadalarda yüksək nəticələr əldə edib. 1997-ci ildə Şahin Məmmədov Azərbaycan Tibb Universitetinin 1-ci Müalicə Profilaktika fakültəsinə daxil olub. 2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirib. 2003-2004-cü illərdə Şahin Məmmədov Bakı şəhəri 2 saylı şəhər klinik xəstəxanasının reanimasiya, anesteziologiya şöbəsində həkim interna olub və həkim anestezioloq, reanimatoloq ixtisası üzrə diplom almışdır. 2004-2005-ci illərdə o, en saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Doktor Şahin Məmmədovun əmək fəaliyyəti. 2005-2015-ci illərdə Bakı şəhərində 3 saylı şəhər klinik xəstəxanasında həkim anestezioloq, reanimatoloq işləyib. 2011-2014-cü illərdə Şahin Məmmədov Milli Onkologiya Mərkəzində Uşaq Onkologiyası korpusunda uşaq anestezioloqu və reanimatoloqu kimi peşəkar fəaliyyətini davam elətdirib. 2012-2014-cü illərdə Bakı şəhərində yerləşən Modern Hospital klinikasında reanimasiya şöbəsinin müdiri vəzifəsində işləyib. 2014-2015-ci illərdə Bakıda City Hospital klinikasında reanimasiya şöbəsinin müdiri işləyib. 2015-ci ildən bu günə kimi Şahin Məmmədov Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində çalışır. Pandemiya dövründə Doktor Şahin Məmmədov 2021-ci ildə 9 ay Bakı şəhərində yeni klinikada reanimasiya şöbəsində işləmişdir. Hazırda Şahin Məmmədov akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri vəzifəsində çalışır. Doktor Şahin Məmmədov 2008-ci ildən həkimlər üçün anesteziologiya, reanimasiya, intensiv terapiyadan kurslar təşkil edir, onlayn və canlı təlimlər keçir. Həmin təlimlərdə tibb tələbələri və ölkənin müxtəlif tibb müəssisələrində çalışan xeyli sayda həkimlər iştirak edir. Qeyd etməliyik ki, Doktor Şahin Məmmədovun təşkil etdiyi kurslar həkimlər üçün vacib əhəmiyyət daşıyır. Bu kurslara sıfırdan EKG kursu, EKG praktika kursu, su, duz, turşu qələvi muvazinətinin pozulmaları kursu, kritik vəziyyətlərdə təcili tibbi yardımlar kursu, ən çox rast gəlinən simptomların diferensial diagnostika kursu, klinik neyroanatomiya, neyroreanimasiya kursu, respirator sistem klinik fiziologiyası və süni tənəffüs aparatı kursu, eyni zamanda tromboz və qanaxmalar, hemostat kurslarını misal gətirmək olar.